Türk burada ali təsirliyəm neçə ildir işsizəm Allahın adı haqqı. Yəni bir dənə o gənclərə iş istəyirsin de gənclərə iş yoxdur. Qalmışıq deyə bekar. Bax belə gəlib damla oynayır. Vallahi Allah deyim cavanlar hamısı özüm də işsizəm. Allah canını sağ eləsin devletimiz. Hər gün iş yerləri artır, həm iş bizə gəl çatmır. Sosial yardımı pullar üçün ayırıblar. Kasıblar üçün deyil, sosial yardımı. Biz alamırıq. Deyə ancaq varlılar alacaq. Önüm belə krişalları, tip olanlar alır. O sosial yardım da alamırıq uşağımıza. Gedin yoxunu görün işıq puluna nə qədər borcum var, qaz puluna. Bir yerində gəlim yox, 81-də %1. Nəylə dolanır? Öz tabi xəstə anam var valla pensiyası ilə. Bağçını qəbuluna yazılmışam 3 dəfə. Bağçını qəbul. Mabisa nə olur sözü? Deyir get göyək. And olsana get göyək yaz. Göyək. Ben nə qalib dərdimizə kimə deyil. Torpağımız var. Torpağım var. Torpağı ildən elə mağazın gözləyir məndən o torpağı əkəm. Şoranlıq deyil, şoranlıqda qalır. Yolum yoktu. Arapar sattı köyü. 4 manata aparır. Birinə deyəcək bax bu. Ne kadar köy satacak ki bu, aparacak ki o satsın. Neye göre o sapılı verilmiyor? Bu namsı sürünər siyasət yaşır. Çünkü herkesin gitmiş o torpağı pambığı əkir 15 gündən yığdı, qardı. Onda bu kanların hamısı dəftərdə borçlar var verilir. Borca verilir, qalanlar durur ki Allah Teala sen özün getir. Allah da hardan getirecek? Üzür istəyirəm. Devletimiz deyir ki 98% iş yeri var. Atamın görəki 10% iş yeri var. Millet acından qırılır. Yani bu oğruq da ondan yaranır, quldurluq da ondan yaranır. Bacıya xəyanətlər, qardaşa xəyanətlər. İş yer olsa hamısız bayaba oğlandı. Gəlib işləyərlər. Bak bizim o məktəbə gedib gəliş yolunda uşaq buradan ortaya batır. Cənab prezidentimiz bir-birə pul ayırır. Niye bizim o kət yoluna devletten bugüne kimi 50. ildən düşmüş kətdən devletin payına düşmüş mülkiyyəti 1 manat bize düşmür. Biz vətən xainiyik.